Ötən il, Viçer, diqqətlə qulaq as. Ötən il biz qarışıq döyüş növlərinə bizə elə də güclü xas olmayan bir formada izləməyə başladıq. Ancaq hamı bilir ki, biz xoşlamırıq axı insanlar bir-birini döyüş. Amma bununla belə, bugünkü qonağımızın hesabına biz bu maraq qazanmışıq. Bu danılmaz bir faktdır. Bu insan öz gəlişi ilə idmanı hamıya sevdirdi və bu idmanı hamı tanıdı. Sadəcə öz varlığı ilə. Onun hesabında UFC-nin yüngül və yarı yüngül çəkilərinin çempionluq titulu, o müasir idmanın ən sevimli, ən məşhur üzvlərindən biridir. Bugünkü qonağımız Conor McGregor'dır. Mən çox sağ olun, çox sağ olun. Conor, xoş gəlmisiniz. Çox sağ olun ki, gəlmisiniz. Sən sağ ol, siz sağ olun. Çox sağ olun ki, məni belə qarşılamısınız. Bu çox xoşdur. Çox xoşdur. Conor, yeri gəlmişkən bizim birinci sualımız budur. Bağışlayın, biz fikirləşmişdik ki, həmişəki gəlişinlə gələsən. Axı, hardadır o gəlişin? İstəyirsiniz mən də elə gəlim. Mən nəinki istəyirəm, mən istəyirəm siz mənə öyrədəsiniz. Olar biz burada eləyək bunu. Əlbəttə, əlbəttə. Conor, bax, diqqət elə, diqqət. Çox insanlar buna baxır və öyrənməyə çalışır. Baxın, birinci ayaqlarınızı belə eləyirsiniz. Əla. Sadə, çox sadə. Sadəcə belə tutub gəzirsən və çox rahat. Əla, bəli. Amma bir şey var ki, mən biraz aşağı bilirəm, ona görə... Siz gücü qabağa verməlisiniz. Başa düşdüm, əla, keçdik, oturduq. Conor, bir sualım var. Əslində mənə çox maraqlıdır. Bu hardan başladı? Yəni nədən başladı bu? Siz balaca olmusunuz? Siz uşaqlıqdan necə biri idiniz? Yəni siz məktəbə getmisiniz? Siz dava eləmisiniz? Necə başladı? Yəni bu peşəkar idmana necə gəldiniz? Yəni nədən başladı bunlar? Zəhmət olmasa o barədə. Ümumiyyətlə İrlandiyalılar öz döyüşkənliyi ilə məşhurdular. Onlar hər zaman döyüşür. Uşaq olanda digər uşaqlar kimi mənim də döyüşmək üçün iki səbəbim var idi. Onlardan birincisi, sən hər kəsin döyüşdüyü ailədə anadan olmusan. Atan dalaşır, baban dalaşır. İkincisi isə özünü müdafiədir. Sən əmin olmalısan ki, sən özünü istənilən an müdafiə edə bilirsən. Məsələn, mənim atam vaxtında boksla məşğul olub. Mən də istəyirdim ki, özümü müdafiə etmək bacarığında olum. İstənilən an. Ona görə də mən başladım. Mən böyüyəndə anladım ki, gərək güclü olum və özümü müdafiə etməyi bacarım və özümdə əmin olum. Elə onda qarışıq döyüş növləri ilə məşğul olmağa başladım. Sonda isə mən öz həyatımı bununla bağladım, öz həyatımı burada qurdum və özümü tapdım. Bu tamamilə fenomenal bir karyeradır. Mən bir yol saldım və bu yolla digər döyüşçülərə də yol açdım ki, onlar da özlərini tapsınlar bu yolda. Amma məktəbdə səni döyürdülər yoxsa sən döyürdün? Yox. Mən deyərdim ki, mən vurmurdum və məni də vurmurdular. Mən sadəcə müxtəlif situasiyalara düşürdüm və bu anlarda özümü müdafiə etməliydim. Gəlin belə deyək. Anladım ki, bunu öyrənmək lazımdır. İndi bütün bunları bilirəm və istənilən vəziyyətdən çıxa bilirəm. Onda isə çox cavan idim. Conor, belə bir istəyin olubmu ki, məsələn, bütün bu atsanı, kəmərləri qazanandan sonra gedib o sinif yoldaşlarıyla bir söhbət eləyəsən? Hə, olub. Amma mənə görə mənim uğurum ən gözəl qisasdır. Bəs yaxşı, deyin görüm, o düzdürmü ki, siz ilk dəfə məşq elədiyiniz zalda bugünə kimi məşq eləyirsiniz və... Bəli. Əgər uğur qazanmaq istəyən insanlara məsləhət verməli olsam, onlara deyərdim ki, uğur qazanana kimi münasibətdə olduğunuz hər kəslə münasibəti saxlayın. Mən çox şadam ki, ilk gündəki insanlar mənimlə əməkdaşlıq eləyirlər. Mənim sparring yoldaşlarım, mənim ailəm, mənim sevgilim, mənim dostlarım, onlar ilk gündən mənimlədilər. Yoluma məhz onlarla başlamışam, bugünə kimi də mənimlədilər.
düşünürəm ki, bu çox vacib məlumatdır və hər kəs buna riayət etməlidir. Yaxşı Konur. Hə, siz məşq eləyirsiniz, siz uğur qazanmısınız, sizin hamı ilə münasibətiniz var və yaxşı gözəl münasibətdəsiz. Amma sizin uşaqlarınız var. Uşağınız və kiçik uşaqları siz yox, bir dəqiqə. Bu yox, belə. Bu yox. Uşaqlar olanda belə olur. Mənə bir şey izah eləyin. Baxın, bu sizin uşaqlardır. İndi mən sizə göstərəcəm və bu Connor'un uşaqlarıdır. Connor uşaqlarını zala aparır və bir şey izah eləyin. Siz uşaqlarınıza o zalda nəyi öyrədirsiniz və istəyirsinizmi ki, sizin uşaqlar sizin idmanı öyrənsinlər? Sizin uğurları qazansınlar. Bilirsiniz, bir çox insanlar düşünür ki, qarışıq döyüş növləri çox vəhşi idman növüdür. Xeyr, bu belə deyil. Mənə görə MMA mənim disiplinalı olmağımı alışdırır və öz uşaqlarıma nümayiş edə bilirəm ki, ağır zəhmətlə nələri qazanmaq olar bu həyatda. Əgər onlar yaxşı oxuyursa, bəli, onlar uğur qazanacaqlar, hara baş vursalar uğur olacaq. Ancaq sən həm də qarışıq döyüş növləri ilə məşğulsansa, sən istənilən sahədə qalxa bilərsən. Bununla məşğulsansa, sən parlaya bilərsən və istənilən biznesə baş vura bilərsən və orada uğur qazanarsan. Məndə misal üçün elə də oldu. Mənə idman həm drive verdi, həm də digər sahədə özünə inam yaratdı. Gəlin sizin, çox sağ olun, gəlin sizin karyera haqqında da. Sizin karyera möhtəşəm olub. Çoxlu enişlər, yoxuşlar az olub amma müxtəlif olub və belə bir sualım var. Siz 2016-cı il 19 aprel tarixində bildirdiniz ki, MMA karyeranızı bitirirsiniz. 21 aprel tarixində isə bildirdiniz ki, yenidən geri dönürsünüz. Sual, bu 2 gün ərzində nə elədiniz? Çox yaxşı sualdır. Bilirsiniz, bu döyüş dünyasında o qədər siyasət var ki, səhnə arxasında, oktagondan kənarda o qədər hadisələr baş verir ki, hərdən getmək istəyirsən. Çünki qıraqdan durub sadəcə müşahidə etmək istəyirsən. Ancaq mən düşünürəm ki, mən heç zaman döyüşlər atmayacağam. Axı biz hamımız bu dünyada döyüşçüyük. Mən nə qədər ki sağam, mən döyüşəcəm. Nə qədər ki sağam. Və düşünürəm ki, hər bir insan bunu bilməlidir. Biz hamımız döyüşçüyük. Ona görə hərdən geri addım atmaq lazımdır. Getmək lazımdır. Öz qiymətini insanlara göstərmək üçün. Göstərmək ki, sənə qiymət verilir. Və həmin an elə bunlar baş verir. Siz elə danışırsınız ki, hər şeyi atıb sizin dalınca gəlmək istəyirəm. Amma mənim dalınca başqaları gələcək və məni geri qaytaracaq. Qulaq asın. Belə bir şəkil. Conor McGregor'ın Aleksandr Ovechkin'lə şəkli. Zəhmət olmasa bu barədə danışın. Çünki bu fotoda siz fikir verin, onun əli necə böyükdür. Çox böyük sol əl. Əsl, düzgün Rusiyalı. O çox məşhur hokeyçidir. Düzdür, o hazırda Washington komandasında oynayır Amerikada. Ancaq o tamamilə fenomenal insan və oyunçudur. Bir də onun gülüşünə baxın, onun ağzında dişi yoxdur. Boksçularda bu tez-tez olur. Conor, biz Ovechkin'i çox yaxşı tanıyırıq. O çox məşhur insan və onu biz diqqətlə izləyirik. Siz demək istəyirsiniz ki, burada onun əli çox böyükdür, hə? Hə, əlbəttə, düzdür, mənim əlim daha böyükdür, amma bəs mənim əlim bir dənə mənim əlimlə müqayisə eləyin. Pis deyil, yaxşıdır. O dəqiqə bilinir ki, siz insanı təhqir eləmək istəmir. Conor, siz bu şəklin üzərində Twitterdə əlyazmalar yanmır adlı rus dilində yazı yazmısınız. Twitterdə nəyə görə bunu bilmək olar? Çünki bu məşhur Mikhail Bulgakovun sözüdür. Nəyə görə rus dilində? Çünki bildirmək istəyirəm ki, Twitterdə yazdığınız bütün sözlərin içində bu ən çox maraq. Yox, bilmirəm. Düşünürəm ki, Rusiya mədəniyyətində bu fraz çox məşhurdur və sadəcə bu kəlmə ilə mən Rusiya xalqına öz hörmətimi nümayiş etdirmək istəyirdim. Siz həqiqətən fenomenal insanlarsınız. Siz zəhmətkeş, sözünü tutan, döyüşkən millətsiz və buna görə mən sizə öz hörmətimi bildirmək istədim. Buna görə də görüşmək çox qürurlu idi onunla. Putinlə söhbət etmək, onunla görüşmək, mən sadəcə hörmətimi nümayiş etdirmək istəyirdim. Bizdə Conor, sən vətəndaşlığın bir addımlığındasan. Çünki sən elə danışırsan ki, bizim haqda.
Bilirsiniz, bir şeyi mən bildirmək istəyirəm. Mən bu dəqiqə Moskvada olmağımın səbəbi burada döyüş olacaq və bununla bağlı döyüşəsiz. Harda olacaq döyüş? Yəni bəli, mən döyüşəcəm. Onun üçün böyük bir arena axtarırıq. Hazırda arenalara baxıram. Necə bir arena? Böyük bir arena, böyük. Moskvada balaca şey yoxdur. Siz nə alsanız böyük olacaq. Siz nə üçün istəyirsiniz onu? Bəli, məşq eləmək, yaşamaq. Bilirsiniz, mən Rusiyanın arxitekturasına heyranam. Rusiyanın infrastrukturası möhtəşəmdir. Mən onlara heyran olmuşam. Conor, mənim dostlarım var, yaxşı evlər satırlar. Ona görə bilmirəm. Bəli, yaxşı təklifdir. Niyə də yox? Baxarıq, dostlar, reklama baxırıq və yenidən Conor McGregor qayıdırıq. Bilirsiniz, belə bir fikir var, sevgini hiss eləmək. Mən həqiqətən burada sevgini hiss edirəm. Çox sağ olun, əziz dostlar. Belə bir sualım var. Conor, baxın, siz evə qayıdasınız, Dublinə qaydanda. Oğlunuza nə... Baxın, bu Conor'un oğuldur. Ona oxşuyur, onun kimi güclü. Oğlunuza nə danışasınız? Rusiya haqqında nə deyəsiniz? Wow, mən çox istəyərdim ki, onu bura gətirim və o Rusiyanı görsün. Bilirsiniz, bu yaxınlarda burada bir UFC eventi olacaq, döyüşlər olacaq. Bəli, döyüşlər olacaq və mən çalışacağam, qalmağa yer tapsam, bəli, mən qalıb çalışacağam həmin turnirdə də qonaq kimi iştirak edeyim və uşaqlarımı bura gətirim. Və həqiqətən də mən nə vaxt öz uşaqlarımı bura gətirəcəm və onlar Rusiyanı görməlidir. Conor, belə bir sual verim sizə. Deməli, siz adətən döyüşçüləri döyüşə çağıranda feili istifadə elədim, dəvət eləyəndə. Nə vaxt ki, məsələn, dəvət eləyirsiniz döyüşü, məsələn, çağırırsınız axı öncədən. Mən eşitmişəm ki, siz Amerikalı aktyor Mark Wahlberglə döyüşmək istəyirsiniz. Bəli, istəyirəm. Sual vermək olar. Niyə? Mark Wahlberg'in mənim iştirak etdiyim kampaniyada səhmi var, hissəsi var. Və mən bu kampaniya üçün çox şey etmişəm. Mən onlara külli miqdarda pul qazandırıram. Bu idman sahəsində ən böyük franşizadır. Mən həqiqətən çox böyük rol oynamışam. Bağışlayın, Conor, siz pul haqqında Rusiya haqqında danışdığınız ehtirasla danışırsınız. Bəs bilirsiniz mənim nə qədər səhmim var? 0. Təsəvvür edirsiniz, məndə 0, hansı ki mən qaldırmışam onu. Bilirsiniz, Mark isə hansı ki ömründə heç vaxt döyüşməyib, onun səhmi var. Ona görə hesab edirəm ki, bu gülməlidir. Bəli, bu gülməlidir. O gün isə apreldə mən düşündüm ki, mənim qaldırdığım kampaniyada mənim səhmim yoxdur, amma Wahlberg'in var. Buna görə onu döyüşə çağırdım və onunla döyüşəcəm. Mən də səhmi qazanmağa layiqəm və buna görə Mark Wahlberg'i döyüşə çağırdım və fikirləşirəm ki, biz döyüş keçirməliyik və qalib ikimizdən biri olmalıdır. Gəlin onda gedək Mark Zuckerberg'lə də döyüşək və hamıdan o pulları geri alaq, Conor. Hə, əla ideyadır. Hə, olsun, Zuckerberg'lə də döyüşək. Mən bilirsiniz nəyi soruşmaq istəyirəm. Biz ki məşhur aktyorların rollarına baxa-baxa böyümüşük və o cümlədən Mark Wahlberg'in də. İnsanlar, aktyorlar orada döyüşürlər. Aydın məsələdir ki, siz də bunları izləmişsiniz. Amma siz peşəkarsınız, siz çıxırsınız və bununla peşəkarcasına məşğul olursunuz. Biz soruşmaq istəyərdik. Hər halda biz bilirik sizin döyüşün nəticəsi necə olardı, hər halda Mark Wahlberg'lə. Bəlkə də Mark Wahlberg bunu başa düşmür, amma biz başa düşürük. Bizim burada bir neçə cütlüyümüz var. Yox, o da başa düşür. Mark da başa düşür. Deməli, bir neçə dənə cütlüyümüz var. Sizin fikrinizcə, bu iki insanlar döyüşə çıxsalar, qısaca kimdir güclü? Steven Seagal yoxsa Chuck Norris? Sizə bir şey deyim, yaxşısı budur Seagala toxunmayasan. Bilirsiniz, amma Chuck Norris də Bruce Lee... Bir dəqiqə, cavab verməyin. Bir dəqiqə, cavab verməyin, çox xahiş edirəm. Seagal Rusiya vətəndaşıdır. Mən yenə də Chuck Norris'i seçərdim, bəli, çünki onu nə də olmasa dahi Bruce Lee məşq elətdirib. Bəli, Steven Seagal da çox güclüdür, amma çox adamlar fikirləşir ki, o aktyordur, amma o həm də gözəl döyüşçüdür. Jason Statham yoxsa Sylvester Stallone? Wow.
Burada açığı seçim eləmək çox çətindir. Ona görə yaxşı, gəlin fikirləşək ki, burada Statham'da Arnold Schwarzenegger'dir. Kim qalib olardı? Schwarzenegger yoxsa Stallone? Bilirsiniz, mən Schwarzenegger'lə də dostluq eləyirəm, Stallone ilə də. Conor, sizin 2 dənə dostunuz vardı, qalacaq biri. Buyurun deyin. Seçmək istəməzdim. Gəlin belə deyim də, seçim çox çətindir. Məsələn, Statham'ın çox gözəl zərbələri var. Stallone çox gözəl boksçudur, onun gözəl boksu var. Schwarzenegger isə o əzəlilərdir, başdan ayağa əzəlidir. Bax, buna görə Jack Chan yoxsa Van Damme? Yəqin ki, Van Damme. Bəli, burada siz çox düşünmədiniz. Bəli, mən fikirləşirəm ki, Van Damme qalib gələrdi. Dwayne Johnson yoxsa Hulk Hogan? Düşünürəm ki, Hulk Hogan ən pik nöqtəsi olan zamanda Dwayne Johnsona qalib gələ bilərdi. Amma indi düşünürəm ki, Dwayne Johnson qalib gələrdi ona. Amma Hulk Hogan ən pik nöqtədə olan zaman ona qalib gəlmək çox çətin idi və ona görə burada da seçim həddindən artıq çox çətindir. Mən sizə bir sual vermək istəyirəm, bir şey dəqiqləşdirim. Deməli, sizi dəvət elədilər bizim verilişə, siz gəldiniz. Amma Khabib Nurmagomedov hələ qonaq qismində bizim verilişə gəlməyib. Olarmı ki, mən sizdən bir şey xahiş edeyim? Mən sizin biznesə girişmək istəmirəm, mənim heç elə fikrim də yoxdur. Mən xüsusilə sizin konfliktə girişmək istəmirəm, yox, istəmirəm bunu. Amma bir şey xahiş eləmək istəyirəm. Siz ola bilərmi ki, burada Həbibi çağırasınız bizim verilişə? Bəli, əlbəttə. Conor, bu kameraya, Conor, zəhmət olmasa bu kameraya danış. Ey Həbibi, əgər sən bilmək istəyirsənsə mən hardayım? Mən burada oturmuşam. Bəsdir, Conor, bəsdir, Conor, dayan. Həbib, qulaq asma ona, Həbib, qulaq asma. Dostlar, indi biz biləcəyik, Dağıstandan Moskvaya 3 dəqiqəyə gəlmək olur ya yox? Conor, belə bir sual var. Deməli, bu barədə danışmaq istəyirəm. Sizin o məşhur, çox vacib bir an, bizdə Floyd Mayweather da qonaq olmuşdu. Biz o barədə də onunla söhbət eləmişdik. Doğrudan. Bəli, o da, baxın, bu 3 şəkildə siz bütün təcrübənizi toplayırsınız, bütün hissinizi bir yerə yığıb, həmin gözlərə baxırsınız və döyüş öncəsi bir qorxu yaradırsınız rəqibin gözündə. Bir şey xahiş edə bilərəmmi? Siz eyni baxışı, eyni gözləri, eyni zəhmi yığıb əsl döyüşçülərə qarşı yox, tamam başqa gözlərə qarşı baxasınız. Olarmı? Əlbəttə olar. Bizim rubrikamız Baxışlar proqramı. Deməli, Conor, indi biz yoxlayacağıq ki, siz həmin o əsəbi baxışları təkcə döyüşçülərə qarşı yox, başqa gözlərə qarşı da necə göstərirsiniz? Birinci, mənim üstümdə göstərə bilərsiniz, nümunə üçün. Bəsdir, yetər. Siz yerinizdə durun, hazırsınız? Hazırsınızsa başlayırıq. Özünüzü hazır eləyin, verin bura. Baxın, baxış. Conor, zəhmət olmasa, durun yerinizdə. Conor, zəhmət olmasa. Deməli, baxış, getdik. Ne şirindir. Bak bu bitti. 1-0. 1-0. Yerimizdə dururuq. Növbəti olur. Növbəti həmin o ciddi baxış. Ciddi. Tamamilə sakit. Mənə baxın. Nə baş verir? Başa düşmürəm. O özündən getdi. Xəbib o özündən getdi. Conor, özünə ələ al. Sən kişisən. Conor, ciddi ol. Başladıq. Hə, yerində dur. Bax. Yox. Növbəti. Conor yerində. Yerində dur, Conor. Vau, nə şirin pişikdir. Conor, əldəmi. Conor, getdik. Aydındır uşaqlar, heyvanlarla bu sistem işləmir. Conor, yerində dururuq, biz indi daha ciddi şeyləri yoxlayacaq. Hə, bax, bunun öhtəsindən gələrəm mən. Conor, yerində dur. İndi ən çətini olacaq. Özünə hazıra. Hazırsan? Hə, bax, bu ilə də bacararam. Bəli. Это тоже смогу. Bitdi. Tutarım. O özündən getdi. Conor McGregor, çox sağ olun.